kiçik silindirin, yəni bunun ox kəsiyi kvadrat. Yəni buranı tapsam hündürlüyə də yaza bilərəm. Sonra deyir ki, 84-ə baxırıq. A-dan C-yə 1. Bax, bura 1 imiş. Bura 1'dirsə, burada 1 daha. Rovunu ortadan götürüb. Ondan sonra gəldim A-dan B-yə 6. A-dan B-yə 6, yəni hamısı 6'dır. 1 buradadır. Ortaya nə qaldı? 4. Yəni 2 də buradadır. İndi orta 4'dürsə, bu ox kəsiyi silindirdir. Bura 4'dürsə, burada 4'dür. Sonra deyir ki, qabın ümumi hündürlüyü 15'dir. Bu ümumi hündürlük bu daxil. Bu 15'in 4'ü buradadırsa, 11'i buradadır. Plus, gəldim aşağıya. Bax, bura neçədir? 2 ilə 1, 3. Tam aşağıya sürüşdüm, yenə düşdüm. Bitti. Sən demə, 2 dənə silindir var. İkisinin də radiusun və hündürlüyün bilirəm. Deməli, ikisinin də həzmin bilirəm. Böyük R nədir? Böyük R nədir? 3. Böyük H nədir? 11. Həzmin düsturunu yazıram. Pi R kvadratı vurulsun H. Bunu ayrı hesablayacaq. Balaca R nədir? 2. Balaca H nədir? 4. Bunu da ayrı hesablayacaq. Sonra da ümumi qabın həzmini soruşduğuna görə bunları məcbur toplayacaq. İndi birbaşa desəm, buradan yerinə qoysam 9, yanında pi var. Bir də H nədir? 11. Üstəcələr, buradan yerinə qoysam 4, yanında pi var. O da burasın 4. Bu da 4. 99 ilə 16'dan biri toplasın. Əlinirəm. Hə? 115'in yanında pi var. Bu oldu bizim cavabdır. Bu da 84-cü sual idi.